Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə tərəvəz toxumlarından ştil necə hazırlanır, onu bölüşmək istəyirəm. Həm də az maliyyətli və asan üsullarını göstərərək. Gördüyünüz kimi mən belə bir qablara kardon yerləşdirərək, içini peynirlə doldurub istifadəyə yararlı hala gətirirəm. Həm də evdə olan bu qabların altlarını havalandırma yolları açaraq, içlərini peyin dolduraraq əkinə yararlı hala gətiririk. Yəni bildiyiniz kimi bura kənddir. Burada hər şey istifadə olunur. Heç bir şey yararsız deyil. Peyin doldurduğumuz qablara toxumları yerləşdirərək üzərinə təkrar peyin tökürük və ilk can suyunu veririk. Mən bir neçə növdə xiyar əkdim. Bir neçə növdə toxum əkdim daha doğrusu. 2 növ xiyardır. Biri şirin xiyardır. Bu isə tikanlı, yerli sort xiyardır. Tikanlı xiyarı əsasən şoraba üçün əkirəm. Şirin xiyar isə təzə süfrədə istifadə edilmək üçün yaxşı olur. Həm də nişanlayıram ki, böyüdükdə toxumların növlərini səhv salmayım. Ştillərin növünü səhv salmayım. Burada da yenə 2 cür biber əkirəm. Acı biber və kapya biberdir. Üzərini yenə peyinlə örtürük. Bu isə bizim ən yaxşı köməkçimizdir. Bostanda ən vacib köməkçimizdir. Beləcə üzərini suluyuruq ki, toxumlar islansın və daha tez cücərsin. Bundan əlavə bir neçə toxum daha əkdim. Bu pomidordur. Bu badımcan toxumudur. Digəri isə reyhandır. Bunları bazardan almışam. Heç özüm də bilmirəm, yəni necə olar. İnşallah birlikdə böyüdükdə birlikdə görərik nə cür formadadır, necə olur, yəni hansı növdədir və hansı formadadır. Toxumları əkdikdən sonra onların yerini hazırlayıram. Bizdə soyuq olduğu üçün mən həmişə əkdikdən sonra onların üzərini örtürəm ki, soyuq olmasın. Toxumlar isti yerdə cücərir. Suladıqdan sonra üzərini bu belə bir şeylə və yaxud da salafanla örtə bilərsiniz. Burada isə lobya üçün yer hazırlayıram. Yerli sort lobyadır və belə cığırlar açıb lobyalara qoyuram. Lobyaları ilk öncə isladıram. Sonra nəm parçaya büküb cücərdirəm. İsti yerdə saxlayıb cücərdirəm. Sonra beləcə torpağa köçürdürəm. Üzərinə peyin tökürəm. Peyin həm istilik verərək toxumun tez cücərməsinə kömək edir, həm də gübrə olduğu üçün inkişafında da xeyirlidir. Üzərini örtdükdən sonra can suyunu veririk və artıq hazırdır. Bir neçə gün inşallah, yəni bir neçə həftəyə artıq toxumlar cücərər. Bu havanın şəraitindən də asılıdır. Hava isti olduqda daha tez cücərir.